Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz fizika olacaq və doyan və doymayan buxar. Bu bölməni ilk başdan keçəcəyik. İlk başdan olacaq bizə buxarlama. Buxarlamada başlayacağıq. Maddənin aqregət hallarının dəyişməsinə qədər gedib çıxacaq. Yaxşı, kim deyə bilər? Aqregət halına görə maddələr neçə ilə bölünür? 3 yerə. 3 ilə. Bərk, maye, qaz, plus da Bir də plazma var. plazmanı araşdırmırıq. Əsas bir lazım olan hansıdır? Bərk, maye, qaz. İndi yaxşı. Buxarlama nədir? Nəzəriyyəsinə bir başa düşək. Buxarlama nədir uşaqlar? Buxarlama əriyən zaman suyun qaynayıb havaya qalxmağı. Əriyən zaman suyun, bu nə fəlsəfə oldu, bu nə oldu? Uşaqlar, suyun səthindən zərrəciklərin çıxmasına buxarlanma deyil. Bu suyun qaynayıb havaya qarışmağı. Qaynamanı qarışdırmaq. Mən sonra fərqini izah edəcəm. Qaynama ilə buxarlama eyni deyil. Uşaqlar, bir şey deyim, laf əvvəz edəm deyim, axırına çıxacaq olsun. Qaynama 100 dərəcə olmasa su qaynaya bilər. Amma buxarlanma isə istənilən temperaturda nə edir? Qaynayır. Baş verir. Amma məsələn, dipsəkdə gül var, hə? Su tökülür. Bir gün sonra görürsən ki, dibi neyiyib? Necə olursun? Suyu çəkdi içinə əmdi, içdi, çaşdı. Buxarlandı. Mənim içmir ki suyu. Ya, hamısı içmiş ki, müəyyən qədər özünə lazım olan içir, qalan neyir? Buxarlanır. Bax, buxarlama budur. İndi bu buxarlanmanın sürəti nədən asılıdır? Bax, yazıram, buxarlanmanın sürəti. 6 dənə hal qeyd edəməliyik. İndi siz kim deyə bilər uşaqlar? Buxarlanmanın sürəti nədən asılıdır? Gəl belə də, buxarlanma nədən olan bir şey? Deməli, bu qab, içərisində su. Səthə olsa da bilirik ki, bu molekullar inir, hərəkətlərdə qalır, düzdür? Daxildəki molekulun üzərində soğuqluğuna görə bu havaya çıxa bilməz. Amma səthə yaxın molekullar var. Bunlar hərəkət edən vaxtı radiyəni qırılma edir, çıxardır. Buna biz nə dedik? Buxarlanma. İndi gəlin görək, bu buxarlanmanın sürəti nədən asılıdır? 1. Kim deyə bilər, nədən asılı olacaq? Birinci. Yəni, nə edəsən molekulların hərəkətindən. Yəni, nə edə məncə o hərəkət artsın? İstisin, yəni temperaturdan. 1. Temperatur. İndi yaxşı, temperatur artıranda nə baş verir? Temperaturdan su qızmağı baş verir. Su qızılan zərrətlər nə edir? Sürətlənir, çıxan molekullar sayı nə edir? Daha çox olur. Onda sürətlə temperatur mütənasibdir. Düz mütənasib. Deməli, sürətlə temperatur düz mütənasibdir. Biri bu. 2. Kim deyə bilər ki, nə olandır? Buxarlanmanın sürəti başqa nədən asılı olur? Nədən asılı olur? Valla, təsəvvür edin ki, məsələn, kursa gəlməlisən, tələsirsən, amma çay içmək istəyirsən. Çay qaynaq, nə edirsən? Nəlbəşə töküb. Nəlbəşəyə tökəndə, o stəkandakı suyla nəlbəşədən onda nə fərq olur ki? Nəlbəşə daha dayazdır ya. Hava daha çox müqavim, rahat müqavim. Nəlbəşin adı səsin sahib nədir? Geniş. Sahə böyük olanda çıxan molekullar sayı nə edir? Daha çox. Elə ki, təsəvvür edin, bu otaq. Otaq dolu çalır. Buradan zəlzələ siqnalizasiyası verilirsə, məsələn, buradan çıxmaq üçün çətin olsa, vaxt çox gedəcək. Yəni, bir kərə çıxasın qapıdan. Təsəvvür edin ki, indi bu qapı yoxdur, bütün divar açılır. Onda nə edəcək? Rahat var. Deməli, sahə artdıqca, buxarlanma sürəti nə edəcək? Daha çox olacaq. Deməli, sahə. Sahə necə mütənasibdir? Düz mütənasib. Sahə ilə sürət düz mütənasibdir. Başqa cür necə izah edə bilərik? Məsələn, paltar yumursuz mu? O qədər. Yaxşı, yuyandan sonra nə edirik onu biz? Sıxırıq. Sıxdıq, sonra nə edirik? Asırıq. Niyə? Elə sıxdı, boy ilə biləyib qurusun da. Çünki iylənərək onu. İylənməkdən hava dəyib o. İylənməkdən əlavə, o sıxılmış qoydum ya bu formada. Onun açıq səhvlər ki, bax, sıxılmış şalvar deyək, məsələn, bu formada. Bax, bu qədər. Sahəsi budur. Düzdür. Sən indi onu asanda nə olur? Açılır. Məsələn, bu oldu şalvar mı? İndi hansının sahəsi böyükdür? Şalvar. Həm bunun bayaq tərəfi var, həm o tərəfi var. Gör sahə nə qədər böyük olur. Sahə böyükdən çıxan molekulların sayı necə? Daha çox olacaq. Sahəsi. Deməli, sahə necə mütənasibdir? Düz. Yaxşı. 3. Şalvara. Getdik. Deməli, uşaqlar, nəlbəkiyə tökdürük. Amma yenə tələsirik, yenə soyulur. Nə edirik? Üfürürük. Yəni küləyin təsirində. Hava cərəyanı deyə bilərəm mən bunlar. Yazıram hava cərəyanı. İndi bunun açıqlamasını verək. Hava cərəyanı. Hava cərəyanı. Necə asıldı sizcə? Düz asıldı. Yaxşı. Üfləyəndə çayda nə baş verir ki? Çay nəlbəkidən buxarlananda fikir vermişsinizmi ki, çayın üstündə ağ bir təbəqə yaranır. Hə? Qaynar çay buxarlandığında üzərində bir ağ bir təbəqə yaranır. Sən o ağ təbəqə var ha, bir müddət çıxandan sonra o şey qoruyucu bir təbəqə olur. Altdan çıxan molekullar nə etməmiş? Qoyulur. Sən nə etməlisən ki, o buxarlasın? O təbəqəni azaltır. Sən o nə edirsən? Üfləyib dağılırsan, molekullar rahat şəkildə nə edir? Və yaxud da, məsələn, başını yumsa, küləkli havaya çıxan kimi başını nə etməyə? Quruyur. Yəni quruyur. Niyə? Çünki külək buxarlanma sürətini nə edir? Artırmış olur. Aydındır. Mən bütün nə deyirəm? Necə? Mən nə deyirəm? Aha.
Deməli, hava zərərini necə asılır? Yəni, küləyi artırsam, buxarlama nə edəcək? Daha tez olacaq. Deməli, V ilə necə tənasibdir? Düz. Sonra kim deyə bilər? 4. Nə ola bilər başqa? Başqa. Yəni, nə edək ki, buxarlama artsın və azalsın? Yəni, onun sürətə təsir göstərən amillər hansılardır? Mayenin növü ola bilər. Yazıram bura mayenin, izah eləməyə çalışaq. Mayenin növü. Ya, mayenin növündən necə asılsın sən? Baxın, əlimizi su ilə yuyuruq hal-hazırda. Onun quruması üçün neyinir? Yəni, Silik. Dəsmalı silir. Yəni, silməsən, ən aşağısını 5 dəqiqə, 10 dəqiqə vaxtın gedəcək, gəlin qurusun. Gəlin bir də əlimizi spirtlə yuyaq. İspirtlə insanlar baş edəcək. O dəqiqə su O dəqiqə qoyun. Deməli, maddənin önündə burada nə var? Fərq. Eyni spirt, məsələn, götür 1 litr spirtlə əli yuyur, bir də 1 litr su ilə yuyur. Əlini çıxardan spirt quruyur, su isə daha gec quruyur. Deməli, maddənin növü burada nə edir? Önəmli bir rol daşıyır. Deməli, dördüncü nə oldu? Maddənin növü. Sadəcə maddənin növündən düz və ya tərs deyə bilməli, çünki maddələrin hamısını ilə bir tanımırız. Getdik 5. 5 nə ola bilər? Nə ola bilər uşaqlar? Maraqlı dərsində, bu real həyatda fikirləşmək lazımdır. Maraqlı da çox. Rütubət. Rütubət nə uşaqlar? Birinci onu izah edək. Və sonra görək ki, rütubətlə buxarlama necə tənasib? Məsələn, deyir, evdə rütubət var, iylənmə var. Rütubət nədə olur? Havanın nəmliyi. Havanın nəmliyi. Hava nəm olanda temperatur çox olur, aşağı olur. Temperatur aşağı olur. Aşağı olur. Yəni hava biraz soyuq olur. Və hava rütubətli havada yetəri qədər buxar zərəciyi var. Ondan rütubət çox olanda buxarlama nə olur? Az olur. Yəni nəmişdə havada buxarın sürəti nə olur? Aşağı. Aşağı olur. Rütubət çox olanda havada nəmişlik çox olur, zərəci çoxdur. Artıq getməyə yer yoxdur. Buxarlama nə edəcək? Az olacaq. Deməli, o zaman rütubətlə sürət necə tənasibdir? Necə tənasibdir? Tərs. Qaldı 6-cı nədir bəs? 6-cı kim deyə bilər aşağı? Bəlkə deyəsiniz. Bir də fikir yox. Fikirləşin. Heç vaxt biz mahiyyət falan. Aha, heç vaxt mavi buxarlandırmaz. Amma en azından suyu içib stəkanı qoymuşsunuz pəncərənin qarşısına, görürsünüz səhər-səhər və yaxud da 2 gündən sonra su yoxa çıxır. Buxarlanma getdi. Yəni onun için qaynatmaq üçün üstünə qazı su qoymamış ki, buxarlanma getdi. Bu uşaqlar suyun qaynama temperaturu normalda neçədir? 100 dərəcə. 100 dərəcə. Yəni bu nə deməkdir? Normalda suyun qaynaması 100 dərəcə nə deməkdir? Suyun yanında. Yox, hansı vəziyyətdə 100 dərəcə olur? İçiləmlikdə, buzluqda. Yox, yəni biz normal şəraitdə nə başa düşürük? Normal şəraitdə nə tələb Yəni normal şəraitdə 100 dərəcədə nə başa düşürük biz? İstilik, temperaturu 100 dərəcədə o suyun, yəni. Yox, elə deyil. Normal şəraitdə düşürük. Dəniz səviyyəsində bərabər hündürlüklər. Suyun qaynaması neçə dərəcədir? 100 dərəcə. Yaxşı, bu dəyişə bilərmi? Bəli. Təbii ki, Dəniz səviyyəsini keçsə dəyişir. hündürlüyə qalxdıqca bu qaynama temperaturu nə edəcək? Aşağı düşəcək. Yəni daha az temperaturda nə etmiş olacaq? Qaynamış olacaq. İndi gəl bir bənzətmə eləyək. Baxın, bu qab içərisində buxar var, su var. Bu buxarlanmaq istəyir. Atmosfer təzyiqi maye neyinir? Maye neyinir? Aşağı doğru təzyiqi. Buxar buradan çıxmaq istəyəndə o təzyiq onu neyinir? Vurur salır aşağı. İndi baxın uşaqlar, yüksəkliyə qalxdıqca, hündürlüyə qalxdıqca atmosfer təzyiqi neyinir? Dəyişir. Artır. Artır, yoxsa azalır? Azalır, atmosfer təzyiqi. Yuxarı qalxdıqca atmosfer təzyiqi neyinir? Azalır. Atmosfer təzyiqi azalır, yəni mayeyə təsir göstərən təzyiq azalırsa, mayenin buxarlaması neyinir? Azalır. Azalır da, ha. Necə azalır? Yuxarı qalxdıqca, hündürlükdə atmosfer təzyiqi neyinir? Azalır. Buxarlama neyinir? Artır. Hündürlük nə deməli? Atmosfer təzyiqi nə? Atmosfer təzyiqi ilə. Atmosfer təzyiqinə bəzən biz hündürlük deyə bilərik də. Hündürlüyə qalxdıqca atmosfer təzyiqi azalır. Atmosfer təzyiqi azalırsa buxarlama sürəti neyinir? Artır. Deməli, hündürlüklə düz imtənasıdır əslində. İndi buxarlamanın nə olduğunu başa düşürüz. Deməli, buxarlanma üçün 100 dərəcə ehtiyac yoxdur. Yaxşı, buxarlama hansı temperaturda baş verir? 0 dərəcədən yuxarı istənilən bir temperaturda eləyə bilir, baş verə bilir. İndi bu buxarlanmaya aid bu qədər. İndi qısa bir buxarlanma ilə qaynamanın fərqini izah edək. Görək, buxarlanma ilə qaynamanın fərqi varmı? Lövhə təmizləyirəm. Buxarlanma ilə qaynamanın fərqini kim izah edə bilər? Buxarlanma ilə bərabər. İki dənə əsas fərqi var. Su
Su qaynadıqda buxarlanır da, qaynadıqca buxarlanır. Qaynama. Məsələn, bax çaynik qoyulur, çaynik üzəri yazıda qaynayır da, biz onun altını söndürməsək, Aha. məsələn, qaynasa, bir müddət sonra gəlir ki, dibində su yoxdur. Gəl belə deyək. O da doğru sözdür. O nədir? Yəni uzun müddətlə daimi şəkildə 100 dərəcə versən, müharibə artıq öz aqrent halını necə Bitirəcək. dəyişir. Müayinə keçəcəməyə qaz Qazanır. Yaxşı. İndi baxın, qaynama üçün bizə nə lazımdır? Konkret neçə dərəcə lazımdır? 100 dərəcə. Olmasa, yəni 90 üçün qaynaya Amma bilər. buxarlanmaya sıfırdan böyük. Bəli, qaynamaya konkret bir dərəcə lazımdır. Konkret. Buna spesifik deyirlər bəzən. Spesifik. Dəyişir. Yəni xüsusi. Xüsusi bir dərəcə yazılır. Məsələn, T bərabərdir 100 dərəcə. Məsələn, sudan danışırsa 100 dərəcə. Amma buxarlanma üçün isə Sıfırdan böyük. sıfırdan böyük istənilən bir temperatur nə edə bilər? Buxarlanma başlayır. Biri bu. İkincisi ki deyə bilər. İkincisi, qaynama ilə buxarlanma ikinci fərqi. Bir yerə deyəcəm. Çox sadə bir şey. Böyük yazılır. Həcmi böyüksə. Ben yaz görürsün. Yox. Hə, deməli bir baxın uşaqlar. Deməli buxarlanma harda baş verirdi? Şeydən. Mayenin səthində. Səthə yaxın çıxan maye, səthə yaxın olan moleküllər çıxır. Bəs qaynamada nə olur? Bütün maye. Bütün həcm. Qaynamada bütün mayenin həcmi konveks məsələsində bütün həcm iştirak edir. Deməli qaynamada mayenin bütün həcmi iştirak edir. Amma buxarlamada isə yalnız səthə yaxın moleküllər. Aydındır? Bax, qaynama ilə buxarlamanın fərqi budur. Yəni, qaynama ilə buxarlamanın heç vaxt deyilmişsə qarışdırmışsınız. Aydındır? Belə. Növbəni təmizləyirik. Gəlir nə? Maddənin aqrent hallarını dəyişməsi. Yəni, bu bayaq saydığımız 3 aqrent hal vardır. Bərk, maye, qaz. Görək, bunlar bir-birinə dəyişiləndə. Bunlarda adları nə olacaq bizə? Fizikada necə səsləndiririk? Yəni, bu aqrent hallarını dəyişməsə biz nə deyirik? Üçü də yazıram var. Birinci yazıram uşaqlar. Bərk. İkinci, maye və qaz. İndi baxın uşaqlar. Bərkdən mayeyə keçəndə Əriyir. nə deyir o? Bərkdən mayeyə keçməyin adına biz nə deyəcəyik? Ərimə. Yəni tərs proses olsa, Mayədən bəlkə soyum, donma və ya donma. və ya indi su olsa donur. Başqa bir vaxtda bərkimə deyə bilərəm. Ha, bəlkə. Kristallaşma. Kristallaşma. Bəli. Bərkimə də demiyorlar, bərkimə. Her şey değişir daha büyük yaz. Kristallar. Sən iki dəqiqə saçdıqdan sonra dərsə bax. Görünmür da. Kristallaşma. Yaxşı. Növbəti. Bəs mayedən qaza keçsə nə olar? Parlanma. Nə olacaq? Buxarlanma. Və ya da buxar əmələ gəlmə deyirlər. Buxarlanma. Bəs tərs proses qazdan mayeyə keçsə, Kondensasyon. kondensasiya. Kondensasiyanı görmüşük. Bəlkə də Görürsünüz? 100%. Bəlkə görmüşük. Sonra yağış necə yağır? Narın. Su yerdən, yer səthindən buxarlanır. Qalxır. Yuxarı qalxdıqda başlayır eləməyə, soymağa. Müəyyən bir bəlli hündürlükdən sonra artıq onlar inir, birləşir. Birləşdikcə su damlası yaranır, ağırlaşır və ağırlıq vəsitəsində inir. Yağışımız. O buxarın təzyiqi çıxıb orada yuxarı birləşməsi nə deyəcək biz? Yaxşı, oraya heç kim çıxmıyor. Yəni görmək də belə, orada necə baxmışıq ki, görək. Başqa real həyatda görmüşük, bəli. Çaydan qoyuruq qaynamağa. Suyu hara tökülür? Çaydan içə tökülür. Qapağı tökülür ki. 5-10 dəqiqə qaz yarandan sonra qapağı qaldırsan, qapağı içə su. Harada yaranır? Buxardan. Buxardan. Buxar qalxdı qapağa, orada kondensasiya etdi, su damlasını yarandı qayıtıyor. Bax, kondensasiya olur. Aydındır? İndi bəzi hallarda uşaqlar, bəzi hallarda birbaşa bərkdən hara keçir? Qaza keçir. O necə olur? Yəni birbaşa, yəni ərimədən, su olmadan birbaşa nə keçir? Qaza. Məsələn, kömür. Kömür yanında nə olur? Köz. Köz. Bir müddət, orada su çıxır səndə yanan müddətdə. Amma bir müddətdən sonra görsən ki, kömür cünəyi nədir? Toz alınır. Toz halında o hara getməz? Hava. Qaza keçir, dəm qazı. Aydındır. Buna biz deyəcək inşallah sublimasiya. Bəli. Yəni mən bunu bəzən belə deyirəm, adım kağız götür yandır. Kağız yanında su çıxmır ki, birbaşa nəyə keçir? Qaz halında çıxır. Yaxşı, əks proses olsa, yəni qazdan birbaşa nəyə gəlsə? Bərkə. Bərkə. Bunu görmüşük.
İndi bunun adını bizdə deyək ondan sonra. Bu sublimasiyası nə olacaq? Desublimasiya. 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 Yaxşı, desublimasiya nədiniz? Bərkdən, deyir ki, qazdan bərkə getir. Bunu harada görmüşsünüz? Yəni bu nədir? Qazdır. Əvvəlcə biz fikirləşirik ki, qaz nə olmalı? Su olmalı. Sonra buz olmalı. İndi mən deyirəm ki, su olmasın. Bir başa keçsin nəyə? Bəlkə. Harada görə bilərik? Və yaxud da görmüşük. Görmüşük. Bu əvvəllər daha çox olurdu. Çünki əvvəllər qış normal keçirdi. Əvvəl götürəndə. İndi dairəli temperatur yoxdur. Səhər sən oyanıb görür ki, pəncərələrdə nə yaranır? Soyuq havalarda. Şeh. Şeh demir ya. Şeh başqa şey. Pəncərədə belə naxışlar yaranırdı şaxtada. Hə? Pəncərələrdə belə şey yarandı. Bəzən yarandı şaxtada. Onu ora suyu keçsin tökməyib ki. Buz yaranması su olmalı. Su ora keçsin tökməyib ki. Deməli o yeniyim havada olan buxar bir şey donaraq nəşdir buz halında. Və yaxud da bəzən görsən ki, kəndində yaşayır hamısı. Setkalarda, işıq dirəklərində, işıq toklarında belə belə qrov yaranır. Görürsünüz onu çalışır. İşıqlarınız qırılır, dağılır, bir həftə işıq olmur. Səbəbkar nədir? Desublimasiya. Yəni havada olan buxar anidən donur. Donaraq o şeyin üstünə yapışır qalır. Və başlayır o buz şəkildə. Onu nə etməyə? Ağırlaşdırma. Dartında nə edir? O məhdudləriniz orada nə edir? Qırılmış olur. Aydındır. Bax, birinci başlığımız bu qədər uşaqlar. Uğurlar sizə.